İndiyədək buludlara müdaxilə olunub. Ötən gün Bakıda və Sumqayıtda yağan doludan sonra bu mövzu yenidən gündəmə gəlib. Bir çoxları bu məsələyə konspiroloji nəzəriyyə, yəni komplet teorisi kimi yanaşsa da, buna inananlar da az deyil. Türkiyəli bloger maraqlı bir video hazırlayıb. Həmin video 8 milyona yaxın baxış toplayıb və 100 minlərlə bəyənmə alıb. Rəylərdə isə demək olar ki, hamı bu məsələyə inandığını ifadə edib. Söhbət İran-İsrail-Amerika müharibəsindən sonra dəyişən hava şəraitindən gedir. Bir çoxları inanır ki, İsrailin iqlim qurğularının sıradan çıxmasından sonra yağıntılar artmağa başlayıb. Türkiyəli bloger də bu məsələyə diqqət çəkərək bildirib ki, həmin müharibədən sonra uzun illərdir Türkiyədə, İraqda, İranda, Suriyada və müxtəlif ərazilərdə quraqlıq yaşanan su anbarları dolub daşmağa başlayıb. Həmin yerlərdə canlanma müşahidə olunur. Bunun nə qədər real və yaxud yalan olduğunu demək çox çətindir. Çünki nə elmi cəhətdən sübutu var, nə də rəsmi şəkildə təsdiqlənir. Bloger həmçinin Əhməd Necatın 2011-ci ildəki statına diqqət çəkərək bunun hələ o zaman müzakirə olduğunu söyləyib. Əhməd Necat isə Avropa bizim buludlarımızdan yağışları oğurluyur çıxışı ilə gündəmə gəlmişdi. Təbii ki, yaxın zamanlarda belə bunun yalan və yaxud gerçək olduğu məlum olmayacaq. Görəsən doğrudanmı indiyədək iqlimə müdaxilə olunurdu, yoxsa sadəcə təsadüfdür? Fikirlərinizi rəy bölməsində bildirin.